Uzdal PHP dersiga 44. qism Ajax'tagi Response XML'dan əmli misal. Bu qism dərsimizdə Ajax'dan XML'dan qaytqa uçurunu ko'rsatish misal qilamiz. Bu misal tövəndiki 4 hüccətni öz içiga aladi. Bular MySQL sandan, bu MySQL sandan aldidagi misaldagi bilan o'xshash farqlanmaydi. Biz sandanni MySQL sandanni qurib olgandan keyin onun qarta tövəndiki hüccətlər orqali məşğulat elib basaq. Məsələn, bu yerdagi response XML HTML da bu bir JS hüccətini bunun singdirib, andan keyin bu tartılım tizimlik orqali buniki uçur jadvalda münasibətli uçurni tanlash deganni tanlasak, andan keyin bu JS hüccətida münasibətli obyektlarni qo'zg'atib, andan keyin PHP hüccətida şunun münasibətli ko'rsatilgan uçurlarning qismini ko'rsatish holatini belgilab, mushkul eng oxirida mushu XMLdan qaytqa uçurni ko'rsatish misolini ishga oshirdik.